Hər bir insanın ən böyük arzusudur daxili sülh, qəlb rahatlığı. Amma həyat sürətlə, problemlərlə doludur. Qəlb necə sakit olsun? Daxili sülhün əsas şərti özümüzü, ətrafımızı və Allahı qəbul etməkdir. İlk növbədə insan özünü tanımalıdır. Nəfsin istəyinə tabe olmaq yox, onu cilovlamaq lazımdır. Quran buyurur, həqiqətən insan öz nəfsinə zərər verən və ya fayda verən şəxsdir. Deməli, sülh üçün nəfsimizi idarə etmək vacibdir. İkinci olaraq günahlarımızdan tövbə etmək, qəlbimizi təmizləmək lazımdır. Tövbə qəlbi rahatlaşdırır, insanı Allaha yaxınlaşdırır. Üçüncüsü, sükut və zikr vaxtları yaratmaq lazımdır. Hər gün bir neçə dəqiqə də olsa Allahı anmaq, onun adını çəkmək ruhu sakitləşdirir. Dördüncü addım başqalarına rəhmət göstərmək və bağışlamaqdır. Kin və qəzəb qəlbi yorar, rəhmət isə onu yuyar. Beşinci, qəbul və təslimiyyətdir. Həyatdakı hər çətinliyi bir imtahan, hər bir bəxşi bir hədiyyə bilmək daxili sülhə aparır. Daxili sülh bu dünyada həqiqi xoşbəxtlikdir. Gəlin qəlbimizdə sülh yaratmaq üçün bu addımları ataq və Allahın rəhmətinə sığınaraq rahatlıq tapmağa çalışaq.